İnsan ruşeymində ola bilməz. İnsan ruşeymində barmaqlar arasında pərdə olur. Bilirik ki, barmaqlar arasında pərdə misal üçün bir aylığında olurdu, olar. Çoxlu süd vəzləri 6 həftəlik ruşeymdə çoxlu süd vəzləri olur. Qəlsəmə qövsləri bilirik ki, 3 cüt qəlsəmə qövsü olur. Balıqlarda 7 cüt olurdu. Yenə ruşeym mərhələsinə düşür, yəni bir aylığında. Üzərini örtən tük örtüyü bu da olur insanda. Amma bizə ruşeym deyir. Ruşeym bilirik ki, 2 aylığına qədər ki dövrə əhatə eləyir. Amma üzərini tük örtüyü, bəli insanda tük örtüyü olurdu və bu 3-4 aylığında olurdu. İnsan 2 aydan sonra 7 ay müddətində döl dövrü olur. Bizdən də ruşeymi soruşduğu üçün ona görə biz bu 3-4 aylığında döl mərhələsini ruşeymdən ayırmağı bacarmalıyıq. Və bu döl mərhələsinə aiddir, ona görə də bu olmaz. Amma insan dölündə olur desəydi, bu düzgün olaraq götürərdik. Qovuqçuqlardan ibarət baş beyin, bəli, balıqlara bənzər baş beyin olurdu. Qovuqçuq şəkilli beyin deyirdik buna. Ona görə bu da olurdu. Düzgün cavab üzərini örtən tük örtüyü cavabı olacaqdır.